işləyirsən Hə, mən. hə. Əgər elə fikrin varsa, indi gəlmişsən, indi gəl. Gəlmişsən sabah. Neftçala 75 kilometrdir Bakıdan Neftçalıya. Biz hal-hazırda yolumuz Neftçala rayonundadır. Tural avtoservisin yolu 23-ün işçiləri olaraq, ustaları olaraq gedirik müştərimizin maşını Neftçala rayonunda yolda qaldığına görə gedirik onu təmir eləməyə. Hal-hazırda biz daxil oluruq Neftçala rayonuna. Müştəri məmnuniyyəti biz üçün ən önəmli bir şeydir. Tural avtoservis olaraq. Salam aleyküm qardaş. Gəlmişik qardaşın yanına zəng vurub ki, Tural avtoservisə biz də gəlmişik Neftçala rayonu Məmmədəmin Rəsuladə küçəsinə. mən sizə gəlmişəm. Sağ ol Sizə qardaş. zəng vurmuşam. Çox sağ ol Maşın qardaş. mən yolda qoyub, zəng vurmuşam sizə. Mən də istədim ki, avtoservis gəlsin mən elə həyətimdə maşınımı mənə düzəltsin, təhvil versin, qəşəng. Mən də onu rahat və sərbəst idarə edim. İnşallah Allahın köməyinə düzəlib təhvil veriləcək Allahın Allah izni ilə. köməyiniz olsun. Sağ ol qardaş. Çox sağ olun. Sizin avtoservisin işçilərinə də Allah can sağlığı versin. Çox gözəl, çox belə qəşəng. Razıyam. Zəng edən kimi gəldilər mənim həyətimdə, rayona, oradan bura yolu əziyyət kimi gəldilər, mənim maşınımı düzəltdilər, təhvil verdilər. Allah hamımızın kollektiv canı, hər bir kəsin canı sağ eləsin. Sağ ol qardaş, sağ ol. Çox sağ olun. Allah Maşın sizdən nətər razı işləyir? olsun. Xoşuma gəldi. Hər şey Süper. qaydasında. Allah canını Süper. salamat eləsin. Allah başınızı uca eləsin. Sağ ol qardaş. Həmişə elə qabaqda birinci elə Tural servis elə dəstəsinin bir yerdə qabaqda geçsin. Oldu qardaş. Çox sağ olun. Bura Neftçalanın harasıdır? Neftçalan elə özüdür. Məmmədəmin Rəssadıq sizdir. Oldu qardaş. Çox sağ olun. Biz də sizə minnətdarlığımızı bildiririk. Qarşıladınız. Çox qonaqpərvər insansınız. Allah sağ sizdən də razı olsun. Sağ olun Allah qardaş. razı olsun. Sağ olun. Sağ olun.